Təbib ləğv olunmalıdır. Mənə gələn mesajlardan və şərhlərdən başa düşdüyüm qədərilə insanların təbibdən narazı olmasının 4 əsas real səbəbi var. Birinci, dəyişiklik uğurlu olmadı. İnsanlar düşünürdülər ki, təbib yaranan kimi Azərbaycandakı bütün klinikalar və xəstəxanalar Almaniyadakı kimi olacaq. Amma idarəetmə dəyişsə də, xidmət keyfiyyəti və infrastruktur dəyişikliyi eyni sürətlə baş vermədi. Bizim xəstəxanalarda hələ də köhnə avadanlıqlar və təmirsiz otaqlar var. İkinci və mən deyərdim ki, ən önəmli səbəblərdən biri dərman və vəsait Vəsait nədir? Ləvazimat və ləvazimat çatışmazlığıdır. Vətəndaş xəstəxanaya gedir, sığortası var, amma xəstəxanada ona deyirlər ki, sistemdə bu dərman yoxdur, get özün aptekdən al. Təbib xəstəxanaları idarə edir. Amma bildiyim qədərilə dərman təminatı üçün vəsaiti icbari tibbi sığortadan gözləyirdi. Və bu iki qurum arasındakı maliyyə bürokratiyası nəticədə vətəndaşı dərmansız qoyurdu. İnsanlar da bu uğursuzluğun siması kimi təbibi görürlər. Üçüncü, həkimlərin maaşı və motivasiyası. Təbibin tətbiq etdiyi bonus sistemi bəzi həkimləri sevindirsə də, bəzilərində narazılıq yaradır. Bəzi həkimlər də bir çox prosedurların icbari tibbi sığorta tərəfindən ödənilməməsindən narazıdır. Həkim narazı olanda xəstəyə qarşı da aqressiv yanaşır. Dördüncü və ölkə olaraq hamımızın ortaq problemimiz Təbib və Səhiyyə Nazirliyi Dördüncü və ölkə olaraq hamımızın ortaq çaşqınlığı Təbib və Səhiyyə Nazirliyi. Vətəndaş hələ də bilmir ki, hara şikayət etsin. Səhiyyə Nazirliyi siyasəti müəyyən eləyir, təbib də xəstəxanaları idarə edir. Agentlikdə pulu verir. Bu üçbaşlı sistemdə vətəndaş özünü itirir və ən çox ünsiyyətdə olduğu xəstəxana sahiblərini, yəni təbibi hədəf alır. Bəs necə olmalıdır? İslahat qanun imzalamaqla bitmir. O qanunun necə icra olunduğunu xəstəxana koridorlarında, xəstəxana otaqlarında izləyən varmı? Vətəndaşın cibindən çıxan hər qeyri-rəsmi 1 manat onun dövlətə olan inamsızlığını artırır. Xəstə bir insanın əlillik dərəcəsi almaq üçün aylarla sistemdən imtina cavabı alması, bir arayış üçün 10 qapı döyməsi onu dövlətdən soyudur. Əgər vətəndaş hələ də bir arayış üçün saatlarla növbə gözləyirsə, demək sizin qurduğunuz sistem insana yox, hansısa hesabatlara xidmət edir. Maaşlardan hər ay pul tutulur, amma vətəndaş o pulun hara getdiyini, hələ də bəzi prosedurların niyə pullu olduğunu başa düşmür. Hesabatlıq sadəcə yuxarı qurumlara deyil, həm də xalqa olmalıdır. Vətəndaş sığorta pulunun hara xərcləndiyini şəffaf olaraq bilsə, o bu sistemə hamıdan daha çox sahib çıxar. Xəstəxanada həkimin və ya qeydiyyatçının vətəndaşa hansısa bir pasiyentə soyuq və aqressiv cavabı birbaşa dövlətin siması kimi qəbul olunur. Ən müasir binaları tikə bilərsiniz, amma onun içində xidmət keyfiyyəti və mədəniyyəti yoxdursa, bu vətəndaş üçün heç nə ifadə eləmir. Tibb işçilərinin həm maaşını, həm də xidmət keyfiyyətini eyni anda qaldırmaq şərtdir. Bu tip videoları bəyənirsinizsə, məni izləməyi və videolarımı bəyənməyi unutmayın.